Dövlət İmtahan Mərkəzi 2025-ci il coğrafyadan test topusu ikinci hissədə Azərbaycan Respublikasının iqtisadi rayonları mövzusunda kənd təsərrüfatı, nəqliyyat və xarici iqtisadi əlaqələr mövzusunda 98 test var. Burada ilk 50 testin təhlilini yerləşdirəcəm. Respublikamızda əsasən taxılçılıq, tütünçülük, qərdəşçi meyvəçilik və baramaçılıq üzrə ixtisaslaşmış iqtisadi rayon. Bu iqtisadi rayon Şəki-Zaqatala iqtisadi rayondur. Şəki-Zaqatala iqtisadi rayonu olmasının burada əsas halqası qərdəşçi meyvəçilikdir. Həmçinin tütünçülükdür. O qərdəşçi meyvəçilik Azərbaycanda birinci yerdədir. Tütünçülük buradan başqa Lənkəran Astrada, həmçinin Naxçıvanda inkişaf etdirilir. Baramaçılıq buradan başqa Aranda da inkişaf etdirilir. Amma deməli qərdəşçi meyvəçilik tütünçülüyə görə Azərbaycanda birinci yerdə olduğuna görə Şəki-Zaqatala cavabı doğru cavabdır. Cavab B bəndi. Lənkəran Astra iqtisadi rayonunda kənd təsərrüfatının ixtisaslaşmasına təsir edən əsas amil A bəndi yay qura çiçək mülayim iqlim cavabı düzgündür. Buranın iqlimi bildiğiniz kimi də bu iqlimdir, yay qura çiçək mülayim iqlimdir. Yay qura keçməsi buradan suvarma şəraitində tərəvəçiliyin inkişaf etməsinə, sitrus meyvəçiliyinin inkişaf etməsinə şərait yaradır. Yəni bunu əkinçiliyin, çəltikçiliyin inkişafına şərait yaradır. Bu ancaq suyunu suvarma şəraitində olur, o gün ki, yay qura keçir. Düzgün cavab A bəndi. Naxçıvan iqtisadi rayonunda əkinçiliyin intensiv suvarma tələb etməsinin başlıca səbəbi Naxçıvanda əkinçilik ancaq suvarma şəraitində düzənliklərdə dağlıq relyefin üstün olması cavab səhvdir. Buxarlama qabiliyyətinin yüksək olması cavabı düzgündür. Hava istidir, buxarlama qabiliyyəti çox yüksəkdir. O görə də suyunu suvarmasız burada əkinləşmək mümkün deyil. Düzgün cavab B bəndi. Baramaçılığın inkişaf etdiyi iqtisadi rayonlar Quba Xaçmazda baramaçılıq inkişaf eləməyib, Lənkəran Astarda, həmçinin Şəki-Zaqatalada inkişaf edib, Quba Xaçmazda inkişaf eləməyib. Sevəndə Şəki-Zaqatalada inkişaf edib, Naxçıvanda inkişaf edib, Sevəndə düzgün cavabdır. Əlavə olaraq bura Aranı da qatmaq olar. Qismən Dağlıq Şirvanı da əlavə eləmək olar. Amma əsas iqtisadi rayonda Şəki-Zaqatala, Naxçıvan baramaçılıq inkişaf edib, cavab Sevəndi. Şəki-Zaqatala iqtisadi rayonunda kənd əhalisinin daha çox çalışdığı istehsal sahələri, yəni burada kənd rayonunda hansı sahələri inkişaf edib? İpəkçilik inkişaf edib, şəkər çuğunduru cavabı səhvdir, burada inkişaf eləməyib. Çəyirdəki meyvəçilik həmçinin Naxçıvanda inkişaf edib, burada inkişaf eləməyib. Qərdəki meyvəçilik burada inkişaf edib, taxılçılıq inkişaf edib, sitrus meyvəçiliyi Lənkəranda ixtisaslaşmış sahədir, burada deyil. Sevəndə taxılçılıq düzgündür, tərəvəçilik burada inkişaf eləməyib, pambıqçılıq da həmçinin. Devəndə tütünçülük inkişaf edib, qərdəki meyvəçilik ixtisaslaşıb, taxılçılıq da ixtisaslaşıb və əhali ən çox bu sahələrdə çalışır. Düzgün cavab Devəndi. Devəndə kartofçuluq cavabı səhvdir. Düzgün cavab Devəndi. Tütünçülük, qərdəki meyvəçilik, taxılçılıq, kənd əhalisi ən çox bu sahələrdə çalışır. Şəki-Zaqatala iqtisadi rayonunda. Lənkəran Astra iqtisadi rayonunda kənd əhalisinin daha çox çalışdığı istehsal sahələri sitrus meyvəçiliyi düzgündür, bostançılıq, narçılıq səhvdir. Faraş tərəvəçiliyi B bəndə düzgündür, qərdəki meyvəçiliyi səhvdir. Şəki-Zaqatala inkişaf edib, burada yox. Çəltikçiliyi düzgün edib, Sevəndə tərəvəçiliyi düzgündür, sitrus meyvəçiliyi düzgündür, çayçılıq düzgündür. Lənkəran Astra iqtisadi rayonunun əhalisi ən çox tərəvəçilikdə, sitrus meyvəçiliyində, çayçılıqda çalışır. Devəndə taxılçılıq, quru-subtropik meyvəçilik səhvdir, əsas quru-subtropik meyvəçilik səhvdir. Yebəndə heyvandarlıqda az əhali çalışır, kartofçuluq burada inkişaf eləməyib, tumlu meyvəçilikdə Quba Xaçmazda inkişaf edib, burada inkişaf eləməyib. Düzgün cavab Sevəndi. Mil Muğan, Mərkəzi rayon, Qazax Tovuz iqtisadi rayonlarını birləşdirən ümumi əlamət üzümçülük və pambıqçılıq üzrə ixtisaslaşmışlar. Üzümçülük bunların üçündə də inkişaf edib, amma pambıqçılıq Qazax Tovuzda inkişaf edilməyib, o görə cavab səhvdir. B bəndə qış otlaqları geniş gəlmişdir. Bunlar üçü də düzən iqtisadi rayonlardır və bunlar Kür-Çökəkli vilayətdə qış otlaqları üçün yaxşı şərait var, təbii yem bazası var. Orada B bənd düzgündür. Filiz paydar qazı ehtiyatları mövcuddur. Mərkəzi rayonda, Mil Muğanda filiz ehtiyatları yoxdur. Həmçinin Qazax Tovuzdan ancaq Gədəbəydə var. O görə də C cavabda səhvdir. Xəzərdən də çıxışlar var. Mərkəzi rayonun Qazax Tovuzun Xəzərə çıxışı yoxdur. Gürcüstan, Lənkərandan təkcə Qazax Tovuzdur. Digərlərinin Mil Muğan, Mərkəzi rayonun Gürcüstanlı sərhəddi yoxdur. Qış otlaqları üçündə də var, o yüzden B bənd düzgün cavabdır. Aşağıdaki diagram hansı iqtisadi rayonun
kənd təsərrüfatı üçün səciyyəvidir. Qoyunçuluq, tütünçülük, gülçülük, ipəkçilik, qərdəki meyvəçilik, taxılçılıq. Qərdəki meyvəçilik, gülçülük, tütünçülüyə görə Azərbaycanın birinci iqtisadi rayonu, həmçinin ipəkçiliyə görə Azərbaycanın birinci iqtisadi rayonu Şəki iqtisadi rayonudur. O gün D cavabıdır, düzgün cavabıdır. Burada həmçinin taxılçılıq da inkişaf edib, qoyunçuluq da inkişaf edib. Azərbaycanda boru kəməri şəbəkəsinin nisbətən sıx olduğu iqtisadi rayonlar. Boru kəmər şəbəkəsi bizdən şirib neft qaz hasil edən rayonlardır. Bir də Azərbaycanın Rusiya ilə və Gürcüstan istiqamətində birləşdirən iqtisadi rayonlarda bu şəbəkə inkişaf edib. ABN-də Naxçıvanda inkişaf edəməyib, Dağlı Şirvanda inkişaf edəməyib, Şəki-Saqqalda inkişaf etməyib, Beybəndə, Abşeron, Xızda inkişaf edib, Quba, Xaçmaza Rusiyaya gedən boru kəmərlər keçir. Şirvan, Salyanada yenidə Gürcüstana istiqamətdə gedən qərb kəməri buradan keçir. O cürdə bunlarda boru kəmər şəbəkəsi inkişaf edib, həm də bu üç iqtisadın üçündə də neft hasilatı, qaz hasilatı var. O cürdə bunlarda boru kəmər şəbəkəsi nisbətən sıx inkişaf edib. Cavab Beybəndi. Qərdəki meyvəçilik və çayçılıq təsərrüfatları olan iqtisadi rayonlar. Qərdəki meyvəçilik, qoz, fındıq nəzərdə tutulub, bu inkişaf edib Şəki-Saqqalda. Çayçılıq ucada Azərbaycanın birinci iqtisadi rayonu Lənkəran Astaradır. O görə düzgün cavab Şəki-Saqqal, Lənkəran Astara cavab Beybəndədir. Azərbaycanda tələbəçiliyin yüksək inkişaf etdiyi iqtisadi rayonlar. Tələbəçilik bizdə faraş tələbəçiliyi Lənkəran Astaradadır. Gec-geçən tələbəçiliyi ilə Quba Xaçmazdadır. Aran iqtisadi rayonunda da bu güclü inkişaf edib. Güclü inkişaf etdiyi iqtisadi rayonlar burada olacaq. Lənkəran Astara, Quba Xaçmaz cavab Beybəndədir. Quba, Xaçmaz və Lənkəran Astara iqtisadi rayonlarında konserv müəssisələrinin yerləşdirilməsinin başlıca səbəbi dənizə birbaşa çıxışın olmasının mətləbə dəxli yoxdur. Xam mal olması, bunların hər ikisində meyvə tərəvəzləri, meyvə tərəvəz istehsalı var. O cür xam mal olması bunlarda konserv müəssisələrinin yaranmasından şərait yaradır. Düzgün cavab Beybəndi. Qazax Tovuz iqtisadi rayonunda suvarmada istifadə olunan çaylar, yəni Qazax bu da ondan keçən çaylar. Ağtaba çayı buradadır, Tovuz çayı buradadır, Şəmkir çayı da Qazax Tovuz iqtisadi rayonundan keçir. ABN düzgün cavabdır. Beybəndə Qanıq cavabı səhvdir. C bəndində Qabırlı, Qudyal çayı cavabı səhvdir. D bəndində Türkan çayı səhvdir. Türkan çayı səhvdir. Y bəndə Həkəri, Tərtər cavabları səhv cavabları idi. Cavab bəndə Ağstafad, Tovuz, Şəmkir çayı. Azərbaycanda tumlu və qərdəki meyvəçilik, qərdəki meyvə istehsalı üzrə fərqlənən bu iqtisadi rayonlar. Tumlu meyvəçilik, alma, arbuddan gedir söhbət. Bu inkişaf edib bizdə Quba, Xaçmazda. Qərdəki meyvə deyəndə qoz fındırdan gedir söhbət. Bu da Şəki-Saqqalda. Deməli, Quba, Xaçmaz, Şəki-Saqqala. Cavab Beybəndi. Naxçıvan iqtisadi rayonunun suvarmada istifadə olunan çaylarını, yəni Naxçıvan çayları, Naxçıvan çayı düzdür, Tərtər səhvdir, Bərgüşat səhvdir, Quru çayı səhvdir, Araz düzdür, Arpa çayı düzdür, Birləş çayı Lənkəran vilayətində səhvdir, Bərgüşat səhvdir, Həkərdədir, Arpa çayı düzdür, Əlincə çayı düzdür, Naxçıvan çayı düzdür, Ordubad çayı düzdür, cavab C bəndi. D bəndində Bolqar çayı burada deyil, Qarqar çayı da Kiçik Qafqazda səhvdir. Y bəndində Həkəri buradadır, Arpa çay buradadır, Əlincə buradadır, Birləş çay səhvdir, bir də Həkəri çayları səhvdir. Cavab C bəndində Arpa çay, Əlincə çay, Naxçıvan çay, Ordubad çay. Cavab C. Yerli təbii su ehtiyatlarıyla yaxşı təmin olunmamış inzibati rayonlar və onun əsas səbəbi İsmayıllı Quba çayların yayda qurulması. İsmayıllı Qubada çay kifayətləri həm də yayda qurulmur. Cavab səhvdir. B bəndə Kürdəmir və Abşeron rütubətli əmsalının vahidinin kişi olması. Abşeron məlumdur, burada su çox azdır. Çox azdır, o görə də həm şimaldan bura su gətirilir. Şorlar su kəməri vasitəsilə, Samurabşeron kanalı vasitəsilə, həmçinin Oğuz Qəbəlidən bura su gətirilir. Bu da Kür-Bakı su kəməri də Abşerondan suya olan tələbatını ödəməsində böyük rol oynayır. Kürdəmir cavabı da doğrudur. Kürdəmirin özündən Girdman çayı ilə Ağsu çayı keçir. Bunların suyu azdır, suvarmada çatmır. Ona görə də burada həmçinin istifadə edilir. Şirvan kanalının suyundan ki, Mingəçevir su anbarından çəkdiyim Kürdəmirdən ərazisindən keçir, Ağsudan keçir. Ağsudan keçən artıq su burada Kürdəmirdə istifadə edilir. Ona görə də yeri su səviyyəti ilə yaxşı təmin olunmuş Kürdəmir Abşeron cavabı düzgündür. Cavab B.
Dağlıq Şirvan iqtisadlarının əsaslaşdığı əsas təsərrüfat sahələri üzümçülük düzgündür, pambıqçılıq səbti burada inkişaf eləməyib, şərabçılıq düzgündür, üzümçülüklə onsuz da bağlıdır, taxılçılıq burada inkişaf edib, yazlıq taxılçılıqdır, tütünçülük burada Dağlıq Şirvanda inkişaf eləməyib, baramaçılıq inkişaf edib, sitrus meyvəçiliyi Lənkəranstanda inkişaf edib, burada inkişaf eləməyib. Deməli, inkişaf edib 1 üzümçülük, 3 şərabçılıq, 4 taxılçılıq, 6 baramaçılıq düzgün cavab Devəndi. Lənkəranstanda və Quba Xaçmaz iqtisad rayonlarını müvafiq bir-birindən fərqləndirən ümumi təsərrüfat sahələri tumlu meyvəçilik, paraç tərbiyyəçilik, tumlu meyvəçilik yerləri dəyişdi. Tumlu meyvəçilik Quba Xaçmazda inkişaf edib, Lənkəranstanda yox, paraç tərbiyyəçilik Lənkəranstanda inkişaf edib, Quba Xaçmazda inkişaf edib, yerləri dəyişildi. Paraç tərbiyyəçilik, tumlu meyvəçilik yatdı, düzgün olardı. Beməndə heyvandarlıq hər ikisindən inkişaf edib, o görə cavab səhvdir. Yeni sənət hər ikisindən inkişaf edib, cavab səhvdir. Tələbətçilik hər ikisindən inkişaf edib, cavab səhvdir. Sitrus meyvəçiliyi Lənkəranı Quba Xaçmazda fərqləndirir, Lənkəranda inkişaf edib, Quba Xaçmazda yox. Neft çıxarma Quba Xaçmazın fərqli sahəsi Quba Xaçmazda inkişaf edib, Lənkəranlarda yox. O görə Y cavabı düzgün cavabdır. Azərbaycanda heyvandarlığın əkinçiyə nisbətən üstün inkişaf etdiyi iqtisadi rayonlar, heyvandarlıq bizdə dağlarda daha çox inkişaf edib, o görə dağlıq iqtisadi rayonları götürəcək. Lənkəranstanda Quba Xaçmaz heyvandarlıq əkinçilikdən üstün deyil. Quba Xaçmaz Milmuğan həmçinin heyvandarlıq əkinçilikdən üstün deyil. Şərqi Zəngəzurda heyvandarlıq əkinçilikdən üstündür, o görə ki, əkin yerləri azdır, amma deməli heyvan saxlamaq üçün dağlıq ərazi var. Dağlıq Şirvanda da həmçinin heyvandarlıq əkinçilikdən daha üstündür. Düzgün cavab Sevəndi. Mərkəz alanda deməndə əkinçi üstündür, Yeməndə, Şirvan Salyanda yenə də əkinçi heyvandarlardan üstündür. Düzgün cavab Sevəndi. Şərqi Zəngəzur, Dağlıq Şirvan. Şəkdaqları Quba Xaçmaz iqtisadi rayonları üçün ümumi olan təsərrüfat sahələri. Xalçaçılıq hər ikisində var, baramaçılıq Quba Xaçmazda yox, cavab səhvdir. Baramaçılıq yenə də Şəkdaqda var, Quba Xaçmazda yox, cavab səhvdir. Meyvəçilik hər ikisində var, taxılçılıq hər ikisində var, heyvandarlıq hər ikisində var. Deməli, C cavabı düzgün cavabdır. Meyvəçilik Şəkdaqda, Qərdəki meyvəçilik Quba Xaçmazda, tumlu meyvəçilik, taxılçılıq hər ikisində var, heyvandarlıq bütün iqtisadi rayonlarda var. Düzgün cavab Sevəndi. Kür Araz ovalığı üçün səciyyəvi xüsusiyyətləri müəyyən, filiz paydalı qazıntıları ilə zəngindir. Kür Araz ovalığında filiz ehtiyat yoxdur, ancaq bir qeyri-filiz ehtiyat var. Bir səhvdir, quru strukturlu meyvələr yetişdirilir, heyvanı, nardı, quru strukturlu bitkilər burada yetişdirilir. İki düzgündür. Şirvan, Salyan, Milmuğan və Mərkəzi Aran iqtisadi rayonları yerləşir Kür Araz ovalığında. Bu üç iqtisadi rayon yerləşir, düzgündür. Meşələr geniş sahə ərazi tutur, burada meşələr yox dərəcəsində azdır. Yay otlaqları çox hissəsi bu rayonlardadır. Bu rayonlarda qış otlaqları var, yay otlaqları yoxdur. Cavab səhvdir. İrriqasiya yaxşı inkişaf etmişdir. İrriqasiya suvarmadır. Suvarma bunlarda güclü inkişaf edib, düzgün cavabdır. Düzgün bənddir. Düzgün cavablar oldu 2, 3, 6. Sevəndi. Şəkdaqdalı və Naxçıvan iqtisadi rayonlarını səciyyələndirən ümumi xüsusiyyətlər, yəni hər ikisindən inkişaf edənlər, meşələr geniş yayılıb, Naxçıvanda meşə yox, cavab səhvdir. Xarici ölkələrlə həmsərhəddi Şəkdaqlarla Rusiya, Gürcüstanla Naxçıvan, Ermənistanla Türkiyə ilə İranla sərhəddi. Yəni iki düzgündür. Əlvan metal filizi ehtiyatlarına malikdir. Şəkdaqda polimetal yatağı var, Naxçıvanda polimetal və molibden yataqları var. Yəni əlvan metal filizləri hər ikisində var, düzgündür. Elektrik enerjisi istehsalı mərkəzlərdir. Şəkdaqda elektrik enerji istehsalı mərkəzi deyil, cavab səhvdir. Qərdəki meyvəçi inkişaf edib, Qərdəki meyvəçi Şəkdaqda inkişaf edib, Naxçıvanda yox. Naxçıvanda Çərdəki meyvəçi inkişaf edib, cavab səhvdir. Alp və subalp çəmənlikləri var. Hər ikisində alp subalp çəmənlikləri geniş ərazi tutdur, düzgün pişirdi. Düzgün cavab oldu 2, 3, 6. Cavab A. İqtisadi rayonlar üçün müvafiq gələn meyvəçi istiqamətlərini müəyyən edin. Şəkdaqda inkişaf edib, Qərdəki meyvəçilik. A gələcək, 2-yə gələcək, A gələcək 2-yə. Şəkdaqda Qərdəkdə inkişaf edib, Quba Xaçmazda inkişaf edib, tumlu meyvəçilik, B gələcək 1-ə. Lənkəranstanda inkişaf edib, sitrus meyvəçilik, C gələcək 4-ə. Naxçıvanda inkişaf edib, Çərdəki meyvəçilik, D gələcək 3-ə. Deməli 1-ə B, 2-yə A, 3-ə D, 4-ə C. Cavab oldu Y bəndində.
Quba Xasmaz iqtisad rayonunda tərəvəçiliyin fərqləndirici xüsusiyyəti sitrus meyvəçiliyinin inşa etməsi. Quba Xasmazda sitrus meyvəçiliyi inkişaf edəməyib. Beməndə paraş tərəvəçiliyin üstü inkişafı, paraş tərəvəçiliyi yox. Burada gec yetişən tərəvəçiliyi cavab səbti. Şəhər ətrafı tərəvəçiliyin üstü inkişafı. Burada şəhər əhatələri çox deyil. O görə şəhər ətrafı tərəvəçiliyi güclü inkişaf edəməyib cavab səbti. Deməndə gec yetişən tərəvəçilik olması Quba Xasmazdakı tərəvəçiliyin fərqli xüsusiyyəti. Gec yetişir burada avqust ayında. Cavab deməndi. Lənkəran iqtisad rayonu tərəvəçiliyin fərqləndirici xüsusiyyəti əslən daxil tələbatı ödəməməsi. Daxil tələbat ödəyir, hələ respublikaya çıxır, bu ixtisaslaşmış sahib cavab səbti. Dəmgə şəraitinin inkişafı. Lənkəranlarda dəmgə şəraitdə deyil. Azərbaycan ümumiyyətlə bütün zənclərində əkinçilik, suvarma şəraitindədir. O görə cavab səbti. Gec yetişən tərəvəçi burada gec yetişən deyil, tez yetişən cavab səbti. Kartofçuluğun inkişaf edilməsi. Kartofçuluq burada zəif inkişaf edib cavab səbti. Yeməndə paraş, yəni tez yetişən tərəvəçi inkişafı Lənkəran iqtisad rayonunun tərəvəçiliyinin fərqli xüsusiyyətdə məhz onun tez yetişən olması, yəni paraş olması cavab Yeməndi. Doğru olan sıralar müəyyən birinci işarə bərabər tərəfli üçbucaqdır. İçərisi qarabı, dəmir prizin işarəsi yazıb zəylik dalınıtı cavab səbti. İkinci işarə kvadrat içərisində ağ dairə. Bu, deməli, alümitin işarəsidir. Ağ yataq yazıb, ağ yataq cibə yataqlı cavab səbti. Üçüncü işarə, dairə içərisində 4 dənə, 3 dənə ağ üçbucaq, 3 dənə də qara üçbucaq bir növ. Bu, Filizçay, şəksəkdalda polimetal yataqdır, 3 düzgündür. Dördüncü işarə, bərabər yanlı üçbucaq içərisi qara. Neftin işarəsidir, Siyəzəndə. Ki, Siyəzəndə Abşeron Xızı rayonuna aid deyil. Bu, Quba Xasmaz iqtisad rayonuna aiddir. O görə cavab səbti. Beşinci işarə polimetalın işarəsidir. Gümüşlü yatağı. Gümüşlü yatağı Qarabağda deyil. Gümüşlü yatağı Naxçıvandadır. Cavab səbti. Altıncı işarə bərabər tərəfli üçbucaq. Dəmir prizin işarəsidir. Hamançay daş kəsəndədir. Gəncə daş kəsən iqtisad rayonunda yerləşir. Düzgündür. Düzgün bəndlər oldu. 3-6 cavab oldu B bəndində. Verilən əlamətlərin aid olduğu iqtisad rayonu müəyyən. Tələbəçilik inkişaf edib. Tələbəçilik inkişaf edib, yəni Quba Xasmaz ilə Şəksəkdaldır. Çayçılıq inkişaf edib, deməli Lənkəran iqtisad söhbət gedir. Yağqurəçiyə mülayim istiqlim Lənkəran iqtisadda inkişaf edib, Lənkəran iqtisadda həmçinin çətikçi inkişaf edib. Söhbət gedir Lənkəran iqtisaddan cavab abəndi. Lənkəran iqtisad rayonunun düzən hissəsində orta illik yağıntının çoxluğuna baxmayaraq suvarmaya ehtiyacın olmasının səbəbi yağıntıların əslən ilin soyuq dövründə düşməsi düzgündür. Lənkəran iqtisadının iqlimi yay quraqçıya mülayim isti iqlimdir. Yağıntı burada ilin soyuq dövründə düşür. Bu da deməli yayda suvarmaya ciddi şəkildə ehtiyac olmasını tələb edir. Düzgün cavab A bəndi. Elbin Diyarbakır'ın uyğun bəndləri müəyyən Qarabağ iqtisad rayonu, Mir Muğan iqtisad rayonu, Şərqi Zəngəzur iqtisad rayonu. Ərazide həm dəmiyə, həm də suvarma əkinçiliyi inkişaf edib. Qarabağ iqtisad rayonunda həm dəmiyə, həm suvarma var. Mir Muğanda deməli dəmiyə yoxdur, ancaq suyunu suvarmadır. Şərqi Zəngəzurda hər ikisi var, həm dəmiyə, həm də suyunu suvarma. Yəni bir aiddir ikiyə, Qarabağla Şərqi Zəngəzur iqtisad rayonuna. Bir-biri ilə həmsərhəd deyil. Qarabağla deməli Mir Muğan, Qarabağla Mir Muğan həmsərhəddir. Şərqi Zəngəzurda Mir Muğan həmsərhəd deyil. Şərqi Zəngəzurda Mir Muğan arasında Qarabağ yerləşir. Yəni iki aiddir Mir Muğanla Şərqi Zəngəzura. Yəni üçə. Xarici ölkələrlə quru sərhəddə malikdir. Qarabağ iqtisad rayonunun Ermənistana, İrana sərhəddi var. Mir Muğan iqtisad rayonunun İrana sərhəddi var. Şərqi Zəngəzur iqtisad rayonunun Ermənistana və İrana sərhəddi var. Yəni bu aiddir bunların üçünə də. Aid olacaq 4-ə. 4. Araz çayının suyundan suvarmada istifadə olunur. Qarabağ iqtisad rayonunda Araz çayının suyundan Füzuli rayonunda istifadə edilir. Mir Muğan'da istifadə edilir. Şərqi Zəngəzurda yenə də istifadə edilir. O görə də Araz çayının suyundan suvarmada istifadə olunur. Bunların üçünə də aiddir. 4 də aiddir bunların üçünə də. Sonra 5. Mərkəzi Aran iqtisad rayonu həmsərhəd olan Mərkəzi Aran həmsərhəddir Mir Muğanla Qarabağ.
Yəni 5 aiddir 1-ə. Şərqi Zəngəzurun Mərkəzlərində sərhədi yoxdur. 6. Ərazisində həm mülayim isti, həm də soyuq iqlim tipləri var. Mil Muğan'da yarımçəri çöl iqlimidir. Qarabağla Şərqi Zəngəzur iqtisadlarında həm mülayim isti iqlim var, həm də soyuq iqlim tipi var. Yəni 6 aiddir Qarabağla Şərqi Zəngəzura, yəni 2-ciyə. Deməli cavab belə alındı. 1-ciyə 5, 2-ciyə 1, 6, 3-cüyə 2, 4-cüyə 3 ilə 4 cavab oldu. Sevəndində. Elif'in diagonalına uygun olan uygun bəndləri müəyyən. Şərqi Zəngəzur bir də Qarabağ iqtisadi rayonu. Pambıqçılıq inkişafı üçün əlverişli təbii şəraitə malikdir. Pambıqçılıq Qarabağ iqtisadi rayonunda Bərdədə, Ağcabədidə bunun inkişafı üçün yaxşı şərait var. Şərqi Zəngəzurda belə bir şərait yoxdur. O yüzden bir aiddir Qarabağ iqtisadi rayonuna. İranla həmsərhəddir. Şərqi Zəngəzurda, Qarabağda hər ikisi İranla sərhəddir. O görə bu aiddir 3-ə, 3-cüyə, bunların hər ikisinə. Bəstəkar qoruğu və İlisu mineral bulağı yerləşir, İstisu mineral bulağı yerləşir. Bəstəkar qoruğu Zəngilan rayonunda Şərqi Zəngəzurdadır, İstisu Kəlbəcərdədir, bu da Şərqi Zəngəzura düşür. Yəni 3 aiddir 1-ciyə. Ekoloji tarazlıq pozulmuşdur. Hər ikisi ekoloji tarazlıq pozuldu. 4 aiddir bunların hər ikisinə. Tərtər və Həkər çaylarının mənbəyi yerləşir Şərqi Zəngəzurda, Qarabağ Vulkan yaylasında. 5 aiddir Şərqi Zəngəzura. 6. Ərazisindən axan kanal su ambarı ilə su qovşağını birləşdir. Söhbət gedir Qarabağ kanalından ki, Mingəçevir su ambarından başlayır, Bəhrəmtəpə su qovşağına tökülür. Artıq qalan su. Bu da keçir Qarabağ iqtisadi rayonundan, yəni 6 aiddir Qarabağ iqtisadi rayonuna. 2-ciyə. Belə cavab alındı. 1-ciyə 3, 5, 2-ciyə 1, 6, 3-cüyə də 2 ilə 4 cavab oldu A bəndində. Şaqlı qurşaqlığı əslən verilən iqtisadi rayonu və ixtisaslaşdığı kənd sahəsini müəyyən. Şaqlı qurşaqlığı əslən. Düzən və dağıtı hissəsində gec yetişən tələbəçilik. Deməli, bu Quba Xaçmazdır. Gec yetişən tələbəçilik ancaq Quba Xaçmazdadır. Deməli, birinci işarə olacaq Quba Xaçmaz. Sonra bu yüksək dağında Yayot dağıdır. Düzənlik dağıtı hissəsində gec yetişən tələbəçilik, alçaq qismən orta dağıldı və inkişaf edən tumlu meyvəçiydi. Alma, armuddur. O gün düzgün cavab oldu J bəndində. Elif'in diagonalından uygun gələn bəndləri müəyyən. Quba Xaçmaz iqtisadi rayonu, Lənkəran Astra iqtisadi rayonu. Tələbəçi yüzü ixtisaslaşıb hər ikisi. Tumlu meyvəçi yüzü ixtisaslaşıb Quba Xaçmaz 2 gəldi 1-ciyə. Çayçılıq inkişaf edib Lənkəran Astra'da 3 gəldi 2-ciyə. Neft hasatına malik neft çıxarılır Siyəzəndə, Siyəzən Quba Xaçmaz iqtisadi rayonuna aiddir. 4 aid olacaq 1-ciyə. 5. Xarici ölkə həmsərhəddir. Quba Xaçmaz Rusiya ilə Lənkəran Astra İranla həmsərhəddir. Yəni hər ikisinə aiddir bu. 3-cüyə aiddir. 6. Yalnız bir iqtisadi rayonda həmsərhəd olan, bir iqtisadi rayonda həmsərhəd olan Lənkəran Astradır. Ancaq Şirvanşahyan iqtisadi rayonda həmsərhəddir. Quba Xaçmaz iqtisadi rayonu həm Abşeron xızı ilə, həm Dağlıq Şirvanda, həm də Şəksaqdala ilə həmsərhəddir. O görə də yalnız bir iqtisadi rayonda həmsərhəd olan Lənkəran Astradır. 6 da aid olacaq Lənkəran Astraya. Düzgün cavab 1-ciyə 2, 4, 2-ciyə 3, 6, 3-cüyə də 1, 5 cavab A bəndində. Uyğunluq müəyyəni, iqtisadi rayon, mərkəzdən Şəksaqdala, Quba Xaçmaz, Dağlıq Şirvan. 1. Əlvan metallurgiya xammalının geniş yay və qış otlaqlarına malik olan, bunlar içərisində mərkəzi aranda bu yoxdur. Şəksaqdalda əlvan metallurgiya xammal var, geniş yay qış otlaqları var, düzgündür. O cürdə bir aid olacaq Şəksaqdalıya, bir gələcək Şəksaqdalıya. Dəniz sahili ərazidir, okean səviyyəsindən aşağıda yerləşir. Dəniz sahili ərazilər okean səviyyəsindən aşağıda yerləşir. Quba Xaçmazda, Dağlıq Şirvanda belə bir ərazi yoxdur. Şəksaqdalda belə bir ərazi yoxdur. Mərkəz arasında Xəzərə çıxışı yoxdur. O yüzden 2 aid olacaq Quba Xaçmazda. 3. Əkinçilik yalnız suvarma şəraitində inkişaf edilir. Yalnız suvarma şəraitində əkinçilik mümkündür, ancaq mərkəz arasında. Deməli 3 aid olacaq 1-ciyə. Etnik tərkib yekcinsdir. Dəmiyə əkinçiliyi inkişaf etmişdir. Dağlıq Şirvan iqtisadi rayonunda ancaq Azərbaycan türkləridir. Etnik tərkib yekcinsdir. Əkinçilik yalnız dəmiyə şəraitdədir. Bu 4 aid olacaq Dağlıq Şirvana.
Deməli, birinciyə 3, ikinciyə 1, üçüncüyə 2, dördüncüyə 4 ayeti cavab C bəndi. Xəritə sxemi və cədvəli əslən iqtisadi rayonlara aid olan xüsusiyyətləri müəyyən edib. İqtisadi rayonlar 3-3 veriblər. Deyir 1, 2, 5, 1 Şəkisaktağdır, 2 Lənkərannaxçıvandır, 5 də Qubadlı-Xaçmazdır. Əhalinin milli tərkibi mürəkkəbdir. Bunlar üçü də çox millətli iqtisadi rayonlardır. Bu görə də bir düzgündür. İkinci sırada deyir 1, 4, 6 Şəkisaktağlar, Naxçıvan və Qazax-Tovuz iqtisadi rayonları. Yalnız 2 xarici ölkəli həmsərhəddir. Səbt o görə ki, Naxçıvan 4, 3 ölkəli həmsərhəddir. Qazax-Tovuz 2 ölkəli həmsərhəddir, düzgündür. Bir də 1. 1 Şəkisaktağda 2 ölkə düzgün, Naxçıvan 3 ölkəli həmsərhəd olduğunda cavab səbtdir. Üçüncü sırada deyir ki 1, 5, 6 Şəkisaktağla Quba-Xaçmaz, Şəkisaktağla Quba-Xaçmaz və Qazax-Tovuz şimal iqtisadi rayonlar. Qarabağ Aralıq dənizlərinin limanlarına çıxan boru kəməri buradan keçir, Şəkisaktağdan keçmir. Bu görə də oradan boru kəməri keçmir. Bu görə də cavab səbtdir. Dördüncü sırada deyir 2, 4, 5, 2 Lənkərannaxçıvandır, 4 Naxçıvandır, 5 də Quba-Xaçmazdır. Ən düz zirvəsi 2000 metrdən yüksəkdir. Lənkərannaxçıvanda 2000-dən hündürdür, Naxçıvanda 2000-dən hündürdür və 5 Quba-Xaçmazda 2000-dən hündür yerlər var. Yəni 4-cü sıra düzgün oldu. 5, 3, 5, 6 Qarabağ, sonra Qarabağ, Quba-Xaçmaz, Qarabağ, Quba-Xaçmaz bir də Qazax-Tovuz. Yay qış otlaqları Qarabağda var, Quba-Xaçmazda var, Qazax-Tovuzda da var. 5 də düzgündür. Sonuncu sırada, 6-cı sırada deyir 3, 4, 5 Qarabağ, Naxçıvan və Quba-Xaçmaz. Qara meteorologiya 3-cü zəncir xamal bazasına malikdir. Qara meteorologinin zəncir xamal bazasına malik olan nədir? Gəncə Daşkəsəndir. Bunlarda əlvan meteorologiya üçün xamal bazası var. 4-də var. Yəni Naxçıvanda var. Sonra 3-də əlvan meteorologiya üçün xamal var. Qara meteorologiya üçün xamal yoxdur. Yəni o cavabda səbtdir. Düzgün bəndlər oldu. 1, 4, 5, 1, 4, 5 də verilib B bəndində. Xəritə sxemi və cədvələ əsasən iqtisadi rayonlara aid olan xüsusiyyətləri müəyyən 3 iqtisadi rayon veriblər. 1, 2, 3, 1 Qazax-Tovuz, 2 Quba-Xaçmaz, 3 də Şirvan-Salyan. Ərazisindən Qaradəniz limanlarına çıxan boru kəmərləri keçir. Quba-Xaçmazdan Bakı Novrosisk kəməri keçir ki, Novrosisk Rusiyanın Qaradəniz limanıdır. Qazax-Tovuzdan həmçinin Şirvan-Salyandan keçir. Bakı-Batumi Qaradəniz, Gürcüstanda Qaradəniz limanlarına gedən kəmər keçir. Orada 1, 2, 3 ərazisindən Qaradəniz limanlarına çıxan boru kəmərlər keçir. Düzgün fikirdir. 2-də deyir 2, 5, 6, 2 Quba-Xaçmazdır, 5 Qarabağdır, 6 da Lənkərannaxçıvandır. Şərqdən qərbə doğru yaşayış məntəqələrinin sıxlığı artır. Deməli 2, 5, 6 Quba-Xaçmazda şərqdən qərbə doğru əhali sıxlığı arta bilməz, o ki dağa doğru gedirik. Qarabağda da həmçinin elədir. Lənkərannaxçıvanda da həmçinin elədir. Qərbdən şərqə dönsəydik doğru ola bilərdi. 2 səbtdir. 3, 4, 5 Şirvan-Salyan, Şəki-Zaqatala və Qarabağ. Yay qış otlaqları mövcuddur. Bu Şirvan-Salyanda ancaq qış otlaqları var. O görə cavab səbtdir. 4-cü sırada deyir 2, 4, 6 Quba-Xaçmaz, Şəki-Zaqatala və Lənkərannaxçıvan. Yanıtları bərabər paylanan mülayim isti iqlim hakimdir. Bunlarda yanıtları bərabər paylanan mülayim isti iqlim 3-ündə də var. O görə düzgündür. 5-ci sırada deyir 1, 2, 4 Qazax-Tovuz, Quba-Xaçmaz və Şəki-Zaqatala şimaldakı olan iqtisadi rayonlar. Yalnız bir xarici ölkəli həmsərhəddir. Quba-Xaçmaz bir ölkədir. Şəki-Zaqatala Gürcüstan, Rusiya, Qazax-Tovuzda Gürcüstan, Ermənistan 2 ölkədir. O üçün cavab səbtdir. 6-cı sırada deyir 2, 3, 5, 2 Quba-Xaçmaz, 3 Şirvan-Salyan, 5 də Qarabağ. Bu üçü için deyir ki, yarımsərə quru çökümü iqlimi yayılmışdır. Quba-Xaçmazda var, Şirvan-Salyanda var, Qarabağda yarımsərə quru çökümü var. Bu da düzgün oldu. Deməli, düzgün cavablar oldu. 1, 4, 6 cavab A bəndi. Elvin dəvrine əsasən uyğun bəndləri müəyyən edin.
Bakı, Mərkəzi Aran, Gəncə, Daşkəsən iqtisadi rayonları. Ərazisində testlər fəaliyyət göstərir. Bakıda bu mümkündür. Gəncə, Daşkəsənlə Mərkəzi Aranda bu var. O yüzden Gəncə, Daşkəsən, Mərkəzi Aran verilib 3-cüdə, bir ayda olacaq 3-cüyə. Bakı-Qazax avtomobil yolu keçir. Bakı-Qazax Bakıdan keçir. Gəncə, Daşkəsəndən keçir. Mərkəzi Arandan da keçir. Üçündən də keçir. O görə də 2 ayda olacaq 4-cüyə. Ərazidə Ərvan və Qarameteoroloji müəssisələri var. Mərkəzi Aranda belə bir müəssisə yoxdur. Bakı ilə Gəncə, Daşkəsəndə həm Ərvan, həm də Qarameteoroloji müəssisələri var. 3 ayda olacaq Bakı, Gəncə, Daşkəsən, yəni 2-ciyə. 4. Su nəqliyyatı imkanlarına malikdir. Bakıda məlumdur, var. Mərkəzi Aranda var. Yevlaxa qədər gəmilərin getməsi mümkündür. Yevlax bəndinə qədər. Gəncə, Daşkəsəndə yox. O görə də su nəqliyyatı imkanlarına malik olan Bakı ilə Mərkəzi Arandı. Bu deyilir, 1'ə gəlir. 5 gecə 1-ciyə. 4 gecə 1-ciyə. Ərazidən 5 ərazidən bir əhəmiyyətli neft kəməri keçir. Bakıdan keçir, Mərkəzi Arandan keçir, Gəncədən də keçir. Gəncə, Daşkəsəndən də. 5 ayda olacaq, bunların 3'ü də verilib 4-cüdə. 5 ayda olacaq 4-cüyə. Və 6. Relyefli nisbi hündürlük fərqi azdır. Nisbi hündürlük fərqi Bakı ilə Mərkəzi Aranda azdır. Gəncə, Daşkəsəndə 3724 metrə qədər var. Bu da ayda olacaq. Bakı ilə Mərkəzi Aranda verilib 1-cidə. Deməli 6 ayda olacaq 1-ciyə. Belə bir cavab alındı. 1-ciyə 4, 6, 2-ciyə 3, 3-cüyə 1 və 4-cüyə 2 ilə 5. Cavab oldu demənində. Cədvəli tamamlayın. İqtisadi rayon, kənd təsərrüfatı, paydalar qazıntı, pambıqçılıq, Yodburum. Yodburum Neftçalıdadır. Neftçala Şirvan Salyan iqtisadi rayonundadır. Şirvan Salyan iqtisadi rayonunda pambıqçılıq inkişaf edib. O yüzden bir olacaq iqtisadi rayon kimi Şirvan Salyan. Bir olacaq Şirvan Salyan. 2. Şərqi Zəncəzurda heyvandarlıq inkişaf edib. Paydalı qazıntı Zəncəzurda məlumdur ki, deməli, Şərqi Zəncəzur iqtisadi rayonunda, Şərqi Zəncəzur iqtisadi rayonunda xromit ehtiyatları var. Qızıl ehtiyatları var. Xromit qızıl ehtiyatları var. Burada bu cavabı axtaracaq. Həmçinin cibə ehtiyatları var. Deməli, Şirvan Salyan olan cavablara baxaq. Bir Şirvan Salyan, bir Şirvan Salyan C'də 2'yə dəmir prizcə, 2 dəmir priz ola bilməz. D'də yoxdur, Y'də. Şirvan Salyan 2 xromit, 2'yə xromit düzgün gəldi Y bəndində. 3'e deyir tumlu meyvəçilik, neft qaz, tumlu meyvəçilik Quba Xasmazdadır. 3 olacaq Quba Xasmaz. Quba Xasmazda siyahədən neft qaz çıxarılır. Deməli 3 olacaq Quba Xasmaz iqtisadi rayonu. 4. Şəksaqdalda polimetal yatağı var. Şəksaqdalda kənd təsərrüfatı nazirliyi inkişaf edib. Şəksaqdalda kənd təsərrüfatı inkişaf edən sahələrdən biri gülçilik, düzgündür, qızıl gül yetişdirilir. Burada 4'e gələcək gülçülük. Deməli 1'ə gəldi Şirvan Salyan, 2'yə gəldi xromit, 3'ə gəldi Quba Xasmaz, 4'ə gəldi gülçülük. Cavab oldu Y bəndində. Cədvəli tamamlayan iqtisadi rayon, kənd təsərrüfatı, paydalar qazıntı, Mir Muğan iqtisadi rayonunda neft, təbii qaz var. Burada kənd təsərrüfatında şəkər çunduru olar. Şəkər çunduru olar. B bəndində pambıq da ola bilər. C bəndə çayçılıq ola bilməz, D bəndə balıqçılıq ola bilməz, Y bəndə pambıqçılıq ola bilər. Deməli, A ola bilər, B ola bilər, bir də Y ola bilər. Yəni, ikini yoxlayaq bunu. Şərqi Zəncəzurda yay otlaqlardır, faydalı qazıntı. A bəndində qızıl olar, şəkər çunduru qızıl uyğun gəldi. B bəndə pambıq, neft ola bilməz, o görə də B bəndə çıxdı. Sonra pambıqçılıq cibə Y bəndində ola bilər. 3'də çayçılıq Y bəndə uyğun gəlir. Deməli, 1 onda olacaq pambıqçılıq, 2 olacaq cibə. 1 pambıqçılıq, 2 olacaq cibə yataqları. 3 çayçılıq, Lənkəran Astara tikinti materialları var. Deməli, Lənkəran 3 olacaq, Lənkəran Astara 4. Gəncə Daşkəsəndə üzümçülük var. Gəncə Daşkəsəndə həmçinin Naxçıvanda müalicəvi neft var. 4'ə gələcək müalicəvi neft. Düzgün cavab oldu. Deməli 1'ə pambıqçılıq, 2'yə cibə, 3'ə Lənkəran Astara, 4'ə də müalicəvi neft. Cavab oldu Y bəndi. Mərkəzi Aran və Gəncə Daşkəsən iqtisadi rayonları üçün ümumi olmayan xüsusiyyət.
Əhalinin milli təkvir yeksizdir. Hər işində milli təkvir yeksizdir. O göldə, orada bunlara üçün ümumi cəhətdir. Yarımçələ qul çölümünə rast gəlinir. Hər işində yarımçələ qul çölümü var. Ərazilərində su anbarı var. Hər işində su anbarı var. Sıx kollektiv şəbəkəsinə malik olan Mərkəzrandır. Gəncə Qazaxlıda sıx kollektiv şəbəkəsinə ehtiyacı yoxdur. Çünki Azərbaycan nisbi hündür yerindədir. Kollektiv şəbəkəsi yeraltı sular çıxartmaqdan ötürü. Gəncə Qazaxlıda mütləq hündürlüyü yüksək olduğuna görə yeraltı üz aşağı hərəkət edə bilir. Sıx kollektiv şəbəkəsi Mərkəzranda var, Gəncə Daşkəsəndə yoxdur. Cavab da budur. Beynəlxalq nəqliyyat yolları Mərkəzrandan Gəncə Daşkəsənə keçib Gürcüstana gedən yollar var. Düzgün cavab deməndim. Xəritə sxemdə göstərilən iqtisadi rayona aid olmayan xüsusiyyətləri müəyyən. İqtisadi rayon Gəncə Daşkəsən iqtisadi rayonudur. Gəncə Daşkəsən iqtisadi rayonuna aid olmayan cəhətlər götürəcək. Dağ mədəniyyətinə üzrə ixtisaslaşmışdır. Gəncə Daşkəsən iqtisadi rayonu dağ mədəniyyətinə üzrə ixtisaslaşıb. Bir, aid olan cəhətdir. Götürməyəcək. 2. Qarabağ və Mərkəzrayonun iqtisadi rayonları həmsərhəddir. Gəncə Daşkəsənin Cənubi Qarabağ iqtisadi rayonudur. Cənub-şərqidə Mərkəzrandır. Bu da aid olan cəhətdir. 3. Balıq konservi müəssisələri fəaliyyət göstərir. Balıq konservi müəssisəsi burada yoxdur. Orada 3 aid olmayan cəhətdir. Götürəcək. Kənd rayonunda tumlu meyvəçilik və tərəvəçilik üzrə ixtisaslaşmış sahədir. Tumlu meyvəçilik burada ixtisaslaşmayıb, tərəvəçilik də burada ixtisaslaşmayıb. Tumlu meyvəçilik ixtisaslaşıb Quba Xaçmazda. Tərəvəçilik də Quba Xaçmaz Lənkəran astardadır. Yəni 4 də bura aid olmayan xüsusiyyətdir. Göygöl Hacıkənd. Naftalan müalicə nefti, mineral bulaqları təbii rekreasiya ehtiyatlarıdır. Həqiqətən də Göygöl, Hacıkənd, naftalan müalicə nefti, mineral bulaqları burada rekreasiya ehtiyatı, istirahət turizmi yaxşı şərait var, düzgün fikirdir. Götürməyəcək var göldə. Respublikamızda Rusiya ilə birləşdirən nəqliyyat kommunikasiya xəttləri ərazidən keçir. Azərbaycanı Rusiya ilə yox, Gürcüstan da birləşdirən nəqliyyat kommunikasiya xəttləri ərazidən keçir. Bu da aid olmayan cəhətdir. Bunu götürəcək. Deməli, aid olmayanlar oldu. 3, 4, 5 cavab oldu. 3, 4, 6 cavab oldu Yebəndə. İqtisadi rayonların ixtisaslaşdığı sahələri müəyyən. Qərzəki meyvəçilik, tütüncü ixtisaslaşan Şəkidaqdaldır. 1-ə gələcək 1-ci. Tələbətçilik, tumlu meyvəçilik. Tumlu meyvəçilik Quba Xaçmazdır. Tərəvəçilik də Gecəşən tərəvəçilik. 2-yə də gələcək Quba Xaçmaz. Deməli, 1-ə gəldi 1-ci, 2-yə gəldi 3-cü. 1-ə gəldi 1-ci, 2-yə gəldi 3-cü. Cavabəndir. İqlim diaqramı hansı iqtisadi rayona aiddir və bu rayona aid olan əlamət? Diaqrama baxırıq, 1402 mm yağıntı var. Yağıntı düşür ilin soyuq dövründə oktyabr, noyabr, dekabr, yanvar, fevral, mart aylarında yağıntı düşür. Temperatur 14 dərəcə Selsidir. Bu qrafik təpələrlə bunu görmüsünüz. Bu Lənkəran Astara iqtisadi rayonunun qrafikidir. İndi hansı iqtisadi rayona aiddir və bu rayona aid olan əlamət? Lənkəran Astarda B bəndə, Lənkəran Astar yarımçələ qul çölümü, burada yarımçələ qul çölümü yoxdur, o görə cavab səhvdir. Y bəndində Lənkəran Astarı var. Lənkəran Astarda mülayim isti iqlimdir, paraş tərbəçidir, Y bənd düzgündür. Qrafik 1402 mm, 14 dərəcə Selsi temperatur, dəfələrlə bu qrafiki görmüsünüz. Cavab oldu Y bəndi. Cədvəldə verilmiş iqtisadi rayonlarla Şəkidaqlarla iqtisadi rayonunun oxşar əlamətlərini müəyyən edin. Quba Xaçmaz Şəkidaqlar oxşarlığı 5 inzibatı rayonundan təşkil olunmuşdur. Şəkidaqlar 6-dır, Quba Xaçmaz 5-dir. Şəkidaqlar 6 olduğunu görə deməli 1 səhv çıxdı. 2. Əhalinin milli tərkibi müxtəlifliyi ilə seçilir. Quba Xaçmazda əhalinin milli tərkibi rəngarəngdir, Şəkidaqda həmçinin əhalinin milli tərkibi rəngarəngdir. Orada 2 düzgündür, götürəcək. Zəngin landşaft və mineral bulaqlara malikdir. Quba Xaçmaz zəngin landşaft mineral bulaqlara malikdir, Şəkidaqda həmçinin 3 də düzgündür. Yəni Quba Xaçmaz Şəkidaqla oxşarlığıdır. İkinci sırada Qazax Tovuzda Şəkidaqların oxşarlığı. Üzümçülük və kartofçuluk kənd tərəfindən ixtisaslaşma sahəsidir. Qazax Tovuzda belədir, Şəkidaqda belədir, səhvdir. 2 xarici ölkəli həmsərhəddir. Qazax Tovuz həm Gürcüstanla, həm Ermənistanla, Şəkidaqlarla isə Rusiya və Gürcüstanla həmsərhəddir. Yəni bu ikisi də 2 xarici ölkəli həmsərhəddir, fikri düzgündür. Filiz faydalı qantiyyət halları mövcuddur. Şəkidaqda aydın ki, polmetal filiz çay yatağı var.
Qazax Tovuzda da deməli Prinsipalda qazıntı yataqları, Gədəbəydə qızıl yatağı, mis yatağı var. Bu da düzgündür. Orada alt da düzgündür. Şərqi Zəngəzurun Şəksəkdarla ilə oxşarlığı geniş yay otlaqlarına malikdir. Şəksəkdarda yay otlaqları var, Şərqi Zəngəzurda da yay otlaqları var. Düzgündür. 8 taxılçılıq və tütüncü inkişaf üçün əlverişli şərait vardır. Şəksəkdarda taxılçılıq üçün, tütüncü üçün şərait var. Şərqi Zəngəzurda taxılçılıq, tütüncü üçün şərait var. Yəni bu da bunların hər ikisinə aiddir. Oxşar xüsusiyyətdir. 9 yanıtları bərbər payından mülayim isti yarımtükünə rast gəlinmir. Şəksəkdarda bu yarımtükünə rast gəlinir. Şərqi Zəngəzurda yox, o yüzden bu oxşarlamət olmadı. Deməli, belə cavab alındı. Birinciyə gəldi 2, 3, ikinciyə gəldi 5, 6, üçüncüyə də gəldi 7, 8, cavab oldu Yeməndində. Cədvəldə verilmiş iqtisadi rayonlarla Mərkəz Rayonun iqtisadi rayonunun oxşarlamətlərini müəyyən edin. Birincisi Milmuğan. Milmuğanın Mərkəz Rayonunla oxşarlamətləri. Neft ehtiyatları yayılmışdır. Hər ikisinin neft ehtiyatı var. Pambıq emalı müəssisələri mövcuddur. Hər ikisi pambıqçılıq rayonunda, hər ikisində neft emalı müəssisəsi var. Ərazisindən həm Kür, həm də Araz çayı keçir. Deməli, Mərkəz Rayonundan Kür çayı keçir. Milmuğandan Kür çayı keçir. Araz çayı keçir. Mərkəz Rayonundan deməli, Araz çayı keçmir, o görə də bu səhvdir. Kirmansalyanla Mərkəz Rayonunun oxşarlığı xarici ölkəli həmsərhəddir. Mərkəz Rayonunun xarici ölkələrlə sərhəddi yoxdur. Orada xarici ölkə çıxışı yoxdur. Cavab səhvdir. 5. Elektroenergiya texnikləşmə sahəsidir. Mərkəz Rayonunda da, Şirvansalyanda da elektroenergiya texnikləşmə sahəsidir. Mərkəz Rayonunda Mingəçevirdə Azərbaycan diresi, həmçinin Mingəçevir su elektrik stansiyası, Şirvanda isə Cənub diresi yerləşir. Yəni bunlar da ixtisaslaşmış sahədir. 5 düzgündür. Nəqliyyat qovşaları var. Şirvansalyanda nəqliyyat qovşağı Şirvan yazılı kitablar dəstinə qatı bu Hacqabuldur. Mərkəz Rayonunda da Yevlax nəqliyyat qovşağıdır. Bu da düzgündür. Qarabağla Mərkəz Rayonunun oxşarlığı. Ərazisi düzən və dağlıq relyefdən ibarətdir. Qarabağda dağlıq düzən relyef var. Mərkəz Rayonu ancaq düzəndir. O görə bu səhvdir. Ərazisindən tranzit çaylar keçir. Mərkəz Rayonundan deyək ki, Kür çayı, Qarabağdan da məsələn Araz çayı cənubunda Füzulidən keçir. Tranzit çaylar hər ikisində var. Bu oxşar xüsusiyyətdir. Yarımsərə quru çökümü yayılmışdır. Hər ikisində yarımsərə quru çökümü yayılıb. Həm Qarabağdan da Mərkəzdə bu da oxşar xüsusiyyətdir. Deməli, biri alındı. Birinci alındı 1, 2. Birinci alındı 1, 2. İkinci alındı 5, 6. 1, 2, 5, 6 cavab olsa deməndə. Üçüncüyə də alındı 8, 9. Cədvəldə verilmiş iqtisadi rayonlarla Quba Xatmında iqtisadi rayonunun fərqli əlamətlərini müəyyən edin. Qazax Tovuzu birincisi Qazax Tovuzun Quba Xatmında fərqli xüsusiyyətləri. Üzümçülük və kartofçuluq inkişaf etmişdir. Quba Xatmında inkişaf edib üzümçülük, kartofçuluq, Qazax Tovuzda da həmçinin inkişaf edib bu oxşar xüsusiyyətdir. Neft ehtiyatları yayılmışdır. Quba Xatmında Siyəzəndə, Qazax Tovuzda da Ceylançöl hissəsində neft ehtiyatları var. Oxşar xüsusiyyətdir. 3. Əhalinin milli tərkibi yekçinsizliyi ilə seçilir. Qazax Tovuzda milli tərkib yekçinsizlik, Quba Xatmında çox millətlidir. Bu fərqli xüsusiyyətdir. 3'ü götürdük. Mərkəz Rayonla Quba Xatmının fərqli xüsusiyyəti. Xarici ölkəli həmsərhəd deyil. Quba Xatmad Rusiya ilə sərhəddədir. Mərkəz Rayon xarici ölkəli sərhəd deyil. Bu deməli fərqli xüsusiyyətdir. Mərkəz Rayonun fərqli xüsusiyyətdir. 4'ü götürəcək. 5. Meyvə tərəvəz konservləri istehsalda müəssisələr mövcuddur. Mərkəz Rayonunda meyvə tərəvəz konservləri istehsalda müəssisə var. Quba Xatmazda da var. Hər ikisində meyvə tərəvəz konservləri istehsalda müəssisə var. Oxşar xüsusiyyətdir. 6. Ərazidən beynəlxalq və ölkə əhəmiyyətli avtomobil və dəmir yolları keçir. Mərkəz Rayonundan belə avtomobil və dəmir yolları keçir. Quba Xatmazda həmçinin Rusiya ilə beynəlxalq və respublika əhəmiyyətli avtomobil dəmir yolları keçir. Bu da oxşardır. Götürməyəcək. Lənkəranla Quba Xatmının oxşarlığı, fərqi. Balıqçılıq sahələri mövcuddur. Hər ikisində balıqçılıq var. Bu fərqli deyir, oxşardır. 8. Həm
tektonik qalxma həm də tektonik çökmə zonası birləşir. Quba Xaçmaz Böyük Qafqaz tektonik qalxması ön Qafqaz çökməsində, Lənkəran Astıra Kiçik Qafqaz tektonik qalxması və Şur tektonik çökməsində yerləşir. Bu da oxşardır. O yüzden götürməyəcək. 6 inzibati rayonundan təşkil olmuşdur. Lənkəran Astıra, Lənkəran Astara Masallı, Lerik, Yardımlı, Cəlilabad deməli 6 rayondur. Quba Xaçmazda Qubadı, Qusardı, Xaçmazdı, Şabrandı, Siyəcəndi 5. O yüzden bu da fərqli xüsusiyyətdir. Quba Xaçmazda 5 rayondur. Lənkəran Astıra 6. Bu da fərqli götürəcək. Deməli birincidə alındı 3, ikincidə alındı 4, üçüncüdə alındı 9. Cavab verildi. Cədvəldə verilmiş iqtisad rayonlarla dağılışma iqtisadının fərqli əlamətlərini müəyyən edin. Birincisi, Mil Muğanın dağılışmandan fərqli xüsusiyyəti. 4 inzibati rayonundan təşkil olmuşdur. Mil Muğan, Sabirabad, Saatlı, İmişli, Beyləqan 4 rayon. Dağlı Şirvanda, Qobustandı, Şamaxıdı, İsmaildə, Ağsu rayonlarından təşkil olmuş. Hər ikisi 4 rayon oxşar xüsusiyyətdir. 2. O cür götürmüş. Pambıqçı, taxılçı, heyvandarlıq sahələri mövcuddur. Mil Muğanda pambıq da var, taxıl da var, heyvandarlıq da var. Dağlı Şirvanda taxılçılıq, heyvandarlıq güclüyünü çevirib, pambıqçılıq da Ağsu rayonunda var. Bu da fərq yoxdur. 3. Düzən relyef üstünü təşkil edir. Mil Muğan, düzən ərazi, dağılışması dağdır. Bu dağılışmada Mil Muğanın fərqli xüsusiyyətdir. 3. 4. Yay və qış otlaqlarında malikdir. Gəncədaş hissəndə keçir. Gəncədaş hissəndə də yay, qış otlaqları var. Dağlı Şirvanda da yay otlağı var. Bəzi hissələrində qış otlaqları da var. O cürdə Qobustanda, həmçinin Ağsununda var. Deməli, hər ikisinə bu da oxşar xüsusiyyəti oldu. 5. Şərab istehsalı və xalçaçılıq sahələri mövcuddur. Gəncədaş hissəsində şərab istehsalı, xalçaçılıq sahələri var. Dağlı Şirvanda da şərab istehsalı da var, xalçaçılıq sahələri də var. Bu da oxşar xüsusiyyəti oldu. Filiz payidar qazıntılarla zəngindir. Gəncədaş hissəsində alüminium var, dəmir filizi var, Dağlı Şirvanda filiz ehtiyatı yoxdur. Bu fərq oldu. Gəncədaş hissəsində Dağlı Şirvan fərqi oldu. Altını götürəcək. Keçdik Qazax Tovuza. Qazax Tovuzun Dağlı Şirvanla fərqli. Zəngin meşə landşaftı mineral sulara malikdir. Qazax Tovuzda zəngin meşə landşaftı mineral su var. Düzən meşələr də var, dağ meşələri də var burada. Dağlı Şirvanda da həmçinin zəngin meşə landşaftı mineral sular var. Bu da oxşardır. Üzümçilik, kartofçuluq sahələri mövcuddur. Qazax Tovuzda üzümçilik, kartofçuluq güclü ixtisaslaşmış sahədir. Dağlı Şirvanda da üzümçilik də var, kartofçuluq sahələri mövcuddur. Var. Oxşar xüsusiyyətdir. Ərazinin baş tiplisi Qars dəmir yolu xətti keçir. Qazax Tovuzdan keçir, Dağlı Şirvandan keçmir. Orada bu fərqli. Deməli, birinciyə alındı 3, ikinciyə alındı 6, üçüncüyə də alındı 9 cavab oldu. B-bəndi. Xətti sxemi əsasən cədvəldəki doğru sıraları müəyyən edin. İqtisad rayonunda birinci sırada 1, 3, 5, 1 Naxçıvandı, 3 Şəkzəqdaldı, 5-də Dağlı Şirvandı. Bu üç iqtisad rayonu üçün deyil ki, pəkçi sahələri var. Naxçıvanda da var, Şəkzəqdalda var, Dağlı Şirvanda da pəkçi sahələri var. Bu oxşar xüsusiyyətdir. O cür doğrudur, biri götürdük. İkinci sırada deyir 2, 4, 7, 2 Qazax Tovuzdu, 4 Quba Xaçmazdı, 7-də Mil Muğandı. Bunlar üçün deyir ki, tərkibində eyni sayda inzibat rayonlar var. Qazax Tovuzda 5 rayondur, Quba Xaçmazda 5 rayondur, Mil Muğanda 4 dənədir, Sabirabad, Saatlı, İmişli, Beyləqandır. Onlar 5-5'dir. Burada 4'dür. O görə səbt bunu götürməyəcək. Üçüncü sırada deyir ki, 2, 4, 5, 2 Qazax Tovuz, 4 Quba Xaçmaz, 5'dəki Dağlı Şirvan. Bunlar üçün deyir, taxılçı, heyvandarlıq, üzümçilik sahələri mövcuddur. Qazax Tovuzda var, Quba Xaçmazda taxıl, üzüm, heyvandarlıq var. 5 Dağlı Şirvanda da var. Bu da oxşardır. 3'ü də götürəcək. 4-cü sırada deyir 2, 3, 8, 2 Qazax Tovuz, 3 Şəkzəqdala, 8-də Şirvan Salyan. Bakı Tiflis Qars dəmir yolu xətti keçir. Bakı Tiflis Qars dəmir yolu xətti 2 ilə 8-dən keçir. Amma 3-dən Şəkzəqdaldan keçmir. O görə də 4-cü sıra səbtdir. 5-ci sıra 1, 6, 7, 1 Naxçıvandı, 6 Abşeron Xızıdır, 7-də Mil Muğandır. Burada həm filiz, həm də qeyri-filiz payda qazıntılar malikdir. Deməli, həm filiz, həm də qeyri-filiz burada təkcə var. Naxçıvanda var. Mil Muğanla
Mil Muğan'la 6 Abşeron kızı ile Mil Muğan'da priz ehtiyatları yoktu. O yüzden farklı. Düzgün değil bu. Okşar değil. 6. sırada 4, 6, 8, 4 Kuba Kasmaz, 6 Abşeron kızı, 8 de deməli bu oldu Şirvan Salyan. Bunlar için neft gaz ehtiyatları var. Kuba Kasmaz'da Siyezen'de var. Abşeron kızda neft ehtiyatları bu oldu. Şirvan Salyan'da da yerinde Şirvan'da da Salyan'da da neft ehtiyatları var. O gölde 4, 6, 8, 6. sırada neft gaz ehtiyatlarına mevcuttu. Cevabı düzgündü. Yani 6. sırada düzgündü. Demek düzgün sıralar oldu. 1, 3, 6. Cevap oldu D bendinde. Xətti sxemasının cədvəldəki doğru sıraları müəyyəni. Deməli, yeni rayonlar verilib. Deməli, birinci sırada 1, 2, 4. 1 Naxçıvan, 2 Gəncə, Daşkəsən, 3 də ki mərkəzi Aran. Burada deyir seslər fəaliyyət göstərir. Naxçıvanda ses var, Gəncə, Daşkəsəndə ses var. Şərqi Zəngəzur'da 4. Şərqi Zəngəzur'da ses var. O yüzden bir doğrudur. İkinci sırada deyir 2, 6, 7. 2 Gəncə, Daşkəsəndi, 6 Bakıdı, 7 Mil Muğandır. Bunlar üçün deyir əhalinin milli tərkibi müxtəlifdir. Mil Muğanda milli tərkib yeksinsizdir. Gəncə, Daşkəsəndə yeksinsizdir, Bakıda çox millətlidir. Bu düzgün olmadı, götürməyəcək. Üçüncü sırada deyir ki 2, 3, 5, 2 Gəncə, Daşkəsən, 3 mərkəzi Aran, 5'dəki Qarabağ. Bu iki kısaltı Pamukçu inşa etmiştir. Merkez alanda Gürcü inşa edilip, Qarabağ'da inşa edilip, Gəncə Daşkəsəndə Samux rayonunda pambıq əkilir. O göldə bunu da götürəcək, oxşar xüsusiyyətdir. 4. sırada deyir 1, 5, 7, 1 Naxçıvan, 5 Qarabağ, 7'dəki Mil Muğan. Şəhər əhalinin payı daha yüksəkdir. Şəhər əhalinin payı buralarda deməli 1, 5, 7. Burada şəhər əhalinin payı yüksək deyil. Orada bu şəhər əhalinin payı daha yüksəkdir. Ümumiyyətlə səhv pişirdi. 5. sırada deyir 2, 3, 6. 2 Gəncə, Daşkəsən, 3 mərkəzi Aran, 6'daki Bakı. Bu üç üçün deyir sənaye qovşaqları qovşaq formasıdır. Bakıda var sənaye qovşağı, mərkəzi Aranda var. Yevlax, Mingəçevir Yevlax. Gəncə Daşkəsəndə də Gəncə Daşkəsən var. Sənaye qovşağı var. Pişirir, doğru pişirdi. 5 düzgündür. Sonra 6. sırada deyir 3, 4, 5. 3 mərkəzi Aran, 4 Şərqi Zəngəzur, 5 də Qarabağ. Bu üç için deyir dağlıq edib, üstünü təşkil edib, mərkəz arasında dağlıq yox, düzənli edibdir. Qarabağın bir ses dağdı, bir ses düzənli. Yəni burada oxşarlıq olmadı. Yəni sıra təpdi. Düzgün sıralar oldu 1, 3, 5. Cavab oldu A bəndində. Lənkəran və Şəxsəqdala iqtisadi rayonları üçün oxşar olmayan əlaməti müəyyəndir. Taxılçılıq, çayçılıq, üzümçülük, tütüncülük sahələri mövcuddur. Taxılçılıq, çayçılıq, üzümçülük, tütüncülük həm Lənkəranlarda var, həm Şəxsəqdalda var. Bu oxşar xüsusiyyətdir. Oxşar olmayan deyil. Ət, süt məhsulları istehsal olunur. Azərbaycan bütün iqtisadi rayonlarında ət, süt məhsulları istehsal olunur. Burada bir oxşar olmayan xüsusiyyət yoxdur. Sevəndə ağac emalı və meyvə tərbəz konserv müəssisələri fəaliyyət göstərir. Hər ikisində ağac emalı da var, meyvə tərbəz konservi müəssisələri də var. Oxşar xüsusiyyətdir. Bütün inzibat rayonları xarici ölkəli həmsərhəddir. Şəxsəqdalda Balakən, Zaqatala, Qaxın həm Gürcüstanla, həm Rusiyada sərhəddi var. Şəkidir, Qaxdır, Qəbələnin isə ancaq Rusiyada sərhəddi var. Yəni altında xarici ölkəli sərhəddi var. Lənkəranlarda vəziyyət fərqlidir. Lənkəranlarda Astradır, Lerişdir, Yardımdır, Cəllabadın İranda sərhəddi var. Lənkəranla Masalının xarici ölkəli sərhəddi yoxdur. O da bu fərqli. Bütün inzibat rayonları xarici ölkəli sərhəd deyil. Lənkəranlarda Lənkəranla Masalının xarici ölkəli sərhəddi yoxdur. Bu da Lənkəran Şəxsəqdala iqtisadi rayonları arasında oxşar olmayan əlamətdir. Yebəndə yanıtları bərabər payla mülayim istiqlim hər ikisində var. Düzgün cavab Yebəndə bütün inzibat rayonları xarici ölkəli həmsərhəddir. Aşağıdakı əlamətlərə uyğun gələn iqtisadi rayonu müəyyən. Neft, təbii qaz, yanarşist, mərmər ehtiyatlarına malikdir.
şərq hissəsi Okean təpəsinin aşağıda yerləşir. Yay və qış otlar turizminin inkişafı üçün geniş imkanlar var. Enerji olan tələbat modul İES-lər və kənardan alınan enerji hesabından ödənilir. Bu deyilənlər deməli mərkəzi arana aid ola bilməz. O görə ki, burada yanaşist mərmər ehtiyatı yoxdur. Şirvansalyana da aid ola bilməz. Lənkəran Astraliya da aid ola bilməz. Lənkəran Astraliya da aid ola bilməz. Deməli, Quba Xaçmaz üçün neft, təbii qaz yanaşist mərmər ehtiyatı Quba Xaçmazda var. Şərq hissəsi Okean təpəsinin aşağıda yerləşir. Samur və Çobanlıq Okean təpəsinin aşağıdadır. Yay və qış turizmi inkişafı üçün Quba Xaçmazda imkan var. Enerji olan tələbat yerli modul İES var və kənardan enerji hesabını ödəyən düzgün cavab oldu. Burada Quba Xaçmaz cavab oldu deməndim. Deməli, ilk 50 testin təhlili bu qədər. Növbəti 98 test növbəti hissədə olacaq. Bu qədər.